Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar. Bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru. Zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşırsan bir də bir qərinə cavanlaşırsan. Xoş gördük əziz dinləyicilər. Şuşanın görkəmli şəxsiyyətləri silsiləsindən Mir Möhsün Nəvvaba həsr olunmuş 5-ci verilişimiz efirdədir. Bu dəfə sizi bu böyük alimin pedaqoji fəaliyyəti ilə tanış edəcəyik. Sözü həmişə olduğu kimi Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru professor Elçin Əhmədova verirəm. Buyurun Elçin müəllim. Xoş gördük Aybəniz xanım. Təşəkkür edirəm. Şuşanın səsi verilişi davam edir və biz yenə də bugünkü verilişimizdə Mir Möhsün Nəvvab Qarabağı haqqında danışacağıq. Bu insanın, bu dahi şəxsiyyətin, bu görkəmli ensiklopedik alimin fəaliyyətini danışmaqla qurtarmaq olmur. Yəni dinləyicilər üçün də maraqlı olan məsələləri ona görə diqqətə çatdırmağa çalışırıq ki, bəlkə də Sovet dövründə mövcud ideologiyanın təsiri altında yazılmış kitablarda ümumiyyətlə biz Mir Möhsün Nəvvab haqqında bu qədər məlumatlı olmamışıq. Və Mir Möhsün Nəvvab haqqında ümumiyyətlə bəlkə də mövcud ideologiya bu qədər geniş yazılmasına, onu bizim tərəfimizdən daha yaxından öyrənməyə, bu cür dahi şəxsiyyətin biliyi, bacarığı, onun nə qədər elmlərə mükəmməl mənimsəmək şərti ilə ortaya qoyduğu kitablar, bütün bunlar haqqında ümumiyyətlə biz məlumatsız idik Sovet dövründə. Mir Möhsün Nəvvabın yalnız Azərbaycan Dövlət Müstəqilliğinin bərpası ərəfəsində iki kitabı nəşr olunmuşdu. Biri Erməni Müsəlman davası adını çəkdik, biri də bayaq adını çəkdiyimiz akademik Zemfira Səfərovanın nəşr etdiyi kitab idi. Əvvəlki verilişlərimizdə biz Mir Möhsün Nəvvab haqqında danışmağa başlayarkən qısaca olaraq üzərindən keçdik onun bütün bu fəaliyyət haqqında. Amma onun dərinliyinə getdikdə, onun bir ayrı-ayrı sahələr üzrə, bir indi maarifçi və pedaqoq kimi də fəaliyyət haqqında istəyərdik ki, bir qədər geniş danışaq. Yəni Azərbaycanın 19-cu əsr cəmiyyətində mövcud olan problemlərin böyük hissəsini təhsil sisteminin zəifliyində görürdü Mir Möhsün Nəvvab. Bu dahi şəxsiyyət mədrəsədə müasir üsulla dərs deməyə çalışırdı. Yəni bununla yanaşı o 1895-ci ildə Şuşada yeni üsullu bir məktəb açmışdı. Üsul-i Cədid adlanan məktəbin açılmasına nail olmuşdu. Onun pedaqoji fəaliyyət haqqında danışarkən pedaqoji cəryan hesab olunan Üsul-i Cədid məktəbində dərslər ana dilində keçirilirdi. Rus dili müstəqil fən kimi tədris olunurdu. Əlifba təlimi yeni üsulla aparılırdı. Üsul-i Cədid məktəblərində dövrün qabaqcıl ziyalıları coğrafiya, tarix, ədəbiyyat, dil dərslərini müasir üsullarla keçirdilər. Mir Möhsün Nəvvabın nəsihətləri. 4 kiçik şeyi böyük sanmaq lazımdır. Borc almaq, od, xəstəlik və pis əməl. В эфире «Голос Шуши». لا يزال صوت الشوشة مستمرا. Mir Möhsün Nəvvabın uşaqları parta arxasında oturması, sinifləri yazı taxtaları ilə, ondan başqa qlobuslarla, cürbəcür əyani vasitələrlə təhciz etməsi o zamanki dövrdə olan o uşaqların məktəbin müasir, yəni dünyəvi təsir verə biləcək bir məktəb kimi təqdim olunmasını göstərirdi. Yəni uşaqlarda o əyani vasitələr görün nə qədər böyük o zamanki dövrdə maraq yaradırdı. Yəni görün biz hansı dövrdən danışırıq? 19-cu əsrin ortalarından danışırıq.
Ondan başqa həyatı boyunca o topladığı zəngin kitabxananın qapılarını Şuşada 1903-cü ildə ictimaiyyət üçün açıq elan elədi. Və Nəvvab o kitabxananı, o qiraətxananı burada pulsuz qiraətxana kimi təşkil eləmişdi. Yəni öz vəsaiti hesabına açmışdı. Əziz ömrünü var dövlət yığmağa sərf etmə. Zəhməti sənə qalar, ləzzətini özgə aparar. ...19-cu əsr Azərbaycan maarifçilik hərəkatında qiraətxanaların xüsusi rolu olmuşdu və bildiyimiz kimi də həmin dövrdə dövlətin iştirakı olmadan görkəmli ictimai xadimlər tərəfindən açılan qiraətxanalarda qəzetlər, jurnallar, elmi və populyar kitablar, xüsusi və bədii ədəbiyyatlar toplanırdı. Pulsuz fəaliyyət göstərən qiraətxanalar xalqın az təminatlı hissələrinə, xüsusilə də kasıb təbəqəsinə, onların daha çox maariflənməsinə xidmət göstərirdi və xüsusilə də mühüm bir o zamanki dövrdə rol oynayırdı. Görün Nəvvab o vaxtları hansı böyük işlər görürdü. İlk verilişlərimizə adını çəkmişdik, bir də təkrar eləmək istəyirəm. Kitabxanasında, qiraətxanasında Əkinçi, Ziya, Kəşkül, Molla Nəsrəddin Məcmuəsi, İqbal, Səda, İrşad, Şərqi Rus qəzetlərini və digər jurnalların hamısını ora abunəlik deyək də indiki dillə desə yazdırır və dövrün ən mütərəqqi kitablarını da alıb həmin o qiraətxanada, kitabxanada toplamışdı. Böyüklük özünü rahat edib baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir. Maraqlıdır ki, onun təşkil etdiyi qiraətxana üçün Hindistandan fars dilində nəşr olunan və dünyada baş verən hadisələr haqqında məlumat verən Həblul Mətin qəzeti alınırdı. Görün, o vaxtki dövrdə dünyada baş verən hadisələri öyrənmək üçün o qəzeti alıb Şuşaya gətirmək və cəmiyyəti maarifləndirmək, dünyada baş verən prosesləri indiki dillə desək, onlara çatdırmaq o zamanki dövrdə çox çətin idi, amma Nəvvab bu işin öhdəsindən çox məharətlə gəlirdi. Qısa bir xatırlatma. Üsul-i cədid yeni üsul mənasını verir. Bu 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu mütərəqqi pedaqoji cərəyandır. Əsasən 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaranıb. Üsul-i cədid məktəblərində dərslər ana dilimizdə keçirilib. Rus dili müstəqil fən kimi tədris edilib. Azərbaycanda ilk üsul-i cədid məktəbləri Zeydəsim Şirvani tərəfindən Şamaxıda, Məmməddağı Sidqi tərəfindən Ordubadda, Naxçıvanda, Qasir tərəfindən Lənkəranda açılıb. Mir Möhsün Nəvvab isə bu məktəbi 1895-ci ildə Şuşada təşkil edib. Hər yay sənin yaylağına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşam, camalına vurulmuşam. Vous entendez la voix de Choucha. La voix de Choucha continue. Şuşa sıxmaq güzeldir ben. Qeyd etmək lazımdır ki, onun açdığı bu qiraətxanalarda hətta yubiley tədbirləri, yeni yazılan əsərlərin müzakirəsi, görün, bugünkü elə bir ki, dövrdə olan nə qədər bunlar indiki dövr üçün asandır da, amma o vaxtki dövrdə nə qədər çətinliklər var idi bunları keçirmək üçün. Yubileylər keçirmək, yazısı və şairlərlə görüşlər təşkil etmək. Qiraətxanada Nəvvabın Miri İbrahim Mirişağa, onun oğlu idi. O qiraətxanaya Nəvvabın oğlu Mirişağa rəhbərlik eləyirdi. Mərhum tədqiqatçımız Ənvər Çingizoğlu bilirik ki, Ənvər Çingizoğlu Şuşa haqqında kifayət qədər onun əsərləri vardır. Xüsusilə də o nəsillər haqqında, Şuşanın məhəllələri haqqında, Şuşanın tanınmış Qarabağın soyları haqqında kifayət qədər onun əsərləri vardır. Allah ona rəhmət eləsin. Onun araşdırmalarında
Miri Şağanın bioqrafiyasının bir çox faktlarını da üzə çıxarmağa imkan verən məqamlar var ki, Ənvər Çingizoğlu öz əsərlərində buna yer vermişdi. Belə ki, Mir Mövsüm Nəvvabın özü ilə yanaşı Mir İbrahim ağa, Mir Haşim ağa, Mir Vahab ağa, Mir Əhməd ağa adlı oğulları Zəhra xanım, Səkinə xanım, Sürəyya bəyim, Qəmər bəyim, Rəxşəndə xanım, Pərizaman xanım adlı qızları da olmuşdur. Bunu Ənvər Çingizoğlu'nun araşdırmaları nəticəsində danışırıq, deyirik. Qiraətxanaya rəhbərlik eləyən oğlu Mir Şah olmuşdur. Bu da həmin dövrdə onu göstərir ki, Mir Mövsüm Nəvvab Qarabağı adlanan bir nəsil, Ağamirzadə nəsli Azərbaycan maarifçilik tarixində bir pedaqoq kimi, maarifçi kimi çox böyük işlər görmüşdür. Əmanəti heç bir üzrə qəbul etmə. Çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan. В эфире «Голос Шуши». Biz Mir Mövsüm Nəvvabın Şuşada açdığı öz vəsaiti hesabına o kitabxana, qiraətxananın əhəmiyyəti haqqında danışdıq və o kitabxanaya mühüm bir demək olar ki, maarifçilik mərkəzi olan həm kitabxanaya oğlu Mir Şaha Ağamirzadə rəhbərlik etdiyini də qeyd elədik. Onun haqqında da bir neçə kəlmə desək dinləyicilər üçün çox maraqlı olar. 1920-ci ildə qeyd etdiyimiz kimi Şuşaya erməni hücumlarının dəfn edilməsi zamanı, Sovet hakimiyyətinə qarşı qaldırılmış Qarabağ üsyanının yatırılması zamanı şəhərdə çoxsaylı dağıntılar olmuş, əhali böyük əziyyətlər çəkmişdi həmin dövrdə. Təbii ki, o həm 5-6-cı illərdə yazdığı əsərdə bu barədə kifayət qədər məlumat verir, həm ondan sonra 18-20-ci illərdə Şuşa əhalisi erməni deməli terrorundan, ermənilərin vandalizmindən böyük əziyyət çəkmişlər və həmin vaxt xalq arasında nüfuzu olan adını çəkdiyimiz Mir Mövsüm Nəvvabın Miri Şaha Ağamirzadə adlı oğlu 20-ci ildə Şuşada o əhali ki, nə qədər ki, erməni təcavüzünə məruz qalarkən ərzaqla, su ilə və digər lazım olan təminatlarla onları təmin eləmək və bunları təşkil eləmək, əhalinin suya, ərzağa olan ehtiyaclarını ödəmək üçün bir təşkilatçılıq eləmiş. Həmin dövrdə Şuşada yaradılmış komissiyanın sədri seçilmişdi. Söhbət Miri Şağadan gedir. O 1922-ci ildə artıq Sovetləşmənin başlanğıcından söhbət gedir. Sovet hakimiyyəti qurulmuşdu. 22-ci ildə Şuşada azlıq çəkən əhaliyə yardım komissiyasında katib olmuşdu. 1925-ci ildə isə Şuşa Su Təchizatı Komissiyasının sədri olmuşdu. Miri Şaha 1926-cı ildə Şuşa şəhərindən 3-cü Sovetlər Qurultayına üzv seçilmişdi. Çox maraqlıdır. Seyid Miri Şaha Ağamirzadə bu qədər böyük ictimai fəaliyyət olan, yəni atası qədər olmasa da, amma onun bir yolunu davam etdirən oğlu çox böyük işlər görmüş və demək olar ki, Şuşada hörmətə sahib olan bir insan olmuş və 1948-ci il iyun ayının 2-sində Şuşada vəfat eləmişdi. Lakin qeyrətli bu övlad olan Miri Şaha Ağamirzadə həm maarifpərvar insan kimi, həm vətənpərvər şair kimi bu gün də xatırlanmaqdadır Şuşalılar tərəfindən. Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zaten alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən. لا يزال صوت الشوشة مستمرا. You are listening to Shusha's voice. Nəvvab haqqında bu söhbətimizin sonunda onu diqqətə çatdırmaq istəyirik ki, onun maarifçilik hərəkatında, yəni xüsusilə də bir maarifçi kimi Şuşada gördüyü işlər, onun pedaqoq kimi fəaliyyəti, açdığı o kitabxanalar, qiraətxana, onların əhəmiyyəti haqqında danışarkən bütün və bu sadaladıqlarımız dinləyicilərdə belə bir təsəvvür yarada bilər ki, Mir Mövsüm Nəvvab elə özünə qapanmış, dünyada baş verən hadisələrdən təciz olunmuş, sırf elmi mədəni araşdırmaları ilə məşğul olan bir alim imiş. Xeyr, qətiyyən belə deyil. Nəvvabın qoyub getdiyi iş sırasında elə bir əsər var ki, onun təhlili Nəvvabı dövrün görkəmli publisisti, xalqın gələcəyinə görə narahat olan ictimai xadimi, eləcə də hadisələrin iç mahiyyətini dərk edə bilən bir tarixçi kimi də aldandırmağa imkan verir.
bu hansı əsərdir? Mir Möhsün Nəvabın 1905-6-cı illərdə Erməni-Müsəlman davası adlı əsəridir ki, bu əsər bilirik ki, müstəqillik illərində nəşr olunmuşdur. Və bu əsərdə Qarabağda, o cümlədən Şuşa şəhərində ermənilər tərəfindən törədilən milli zəmindəki toqquşmalar, Azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrinin təsvir etməsi o zamanki dövrdə onu gözlərlə görmüş bir insanın bunları kitaba köçürməsi bugün üçün əlimizdə olan ən dəyərli mənbədir. Və kitabın ixtisarlarla göstərilən bir parçası Nəvabın hadisələri nə qədər dəqiqliklə təsvir etməsini göstərir. Həm də əsər hamımız üçün maraqlıdır ki, Çar Rusiyası dövründə və Sovet hakimiyyəti illərində deyil, məhz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə müstəqil Azərbaycan Respublikası elan ediləndən 2 il sonra ilk dəfə olaraq çap olunmuşdur. Və o vaxt bilirik ki, 90-cı illərdə artıq hadisələr başlamışdı. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlamışdı Qarabağda və bütün bunlar həmin dövrdə təxminən əsrin əvvəllərində baş verən hadisələri öyrənmək baxımından və əsrin əvvəlindəki hadisələrlə əsrin sonunda artıq 90-cı, 80-ci illərin ikinci yarısında baş verən hadisələr arasında nə qədər oxşarlığın olduğunu anlamaq baxımından dəyərlidir. Yəni əsrin əvvəllərində də erməni təcavüzü necə başlamışdısa 5-6-cı illərdə, 18-20-ci illərdə davam eləmişdi. Ondan sonra isə 80-ci illərin sonunda, əsrin sonunda bir daha bu hadisələr qalxarkən biz bu erməni təcavüzünün mahiyyətini daha yaxşı dərk eləmək üçün Mir Möhsün Nəvabın bax bu əsərinə müraciət eləməli olduq. Çünki dövr fərqli olsa da əsrin əvvəli ilə əsrin sonunda baş verən hadisələr mahiyyətini öyrənmək, onların üsulu eyni idi. Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasətinin bütün formaları, mahiyyəti hamısı demək olar ki, eyni olaraq qalmaqdaydı. Görün 1993-cü ildə nəşr olunan əsər Azərbaycan ictimaiyyəti üçün nə qədər böyük əhəmiyyətə malik idi ki, biz ermənilərin iç yüzünü öyrənək və onları sonrakı illərdə ifşa edək. Xatırladım ki, verilişin müəllifi professor Elçin Əhmədov, rejissoru Ülviyə Zamanlı, aparıcı Xuraman Həsənova, redaktor Aybəniz Məmmədəliyeva idi.